Salam əziz kanal izləyiciləri. Dəniz, Amor restoranı, geniş yol, 2 saylı xəstəxana və bu da satışa çıxan əmlak. Baxın, bu möhtəşəm ev çox unikaldır. Arxa hissəsində 2 saylı müasir xəstəxana, qarşısında isə 2 geniş yolun kəsişməsi. Həyətin divarları çay daşından xüsusi işlənib, həm möhkəm, həm də zərif görünüşə malikdir. Üst hissəsində yaşıl plastik konstruksiya quraşdırılıb ki, məxfiliyi tam təmin etsin. Həyətə 2 giriş var. Biri maşın üçün nəzərdə tutulub, digər tərəfdə isə piyada girişi, balaca qapı yerləşir. Bu ərazidə torpağın sotu çox bahadır. Belə yerləşmədə əmlak tapmaq isə artıq nadir haldır. Və ən əsası, qiymətdə ciddi endirim var. Qiymət videonun sonunda göstəriləcək, ona görə izləməyə davam edin. Böyük dəmir dərvazadan həyətə daxil olanda sağ tərəfdə mühafizəçi evi. Qarşı tərəfdə isə 3 mərtəbəli əsas evin aşağı hissəsində qarajın girişi yerləşir. Həyətin ön hissəsi keyfiyyətli tamit daşlarla döşənilib. Pilləkənlər də evin girişinə doğru qalxarkən səliqə ilə düzülmüş gül qabları və yaşıllıqlar diqqət cəlb edir. Evin fasadı tam ağlay daşla üzlənib və zərif memarlıq naxışları ilə bəzədilib. Bu tikiliyə həm aristokratik, həm də zövqlü bir görkəm qazandırır. Həyətin arxa hissəsində dekorativ mozaika ilə işlənmiş orijinal su küncü yerləşir. Rəngarəng mozaikalar, dəniz mövzusunda bəzəklər və əl işi kompozisiyalar həyətdə estetik bir aura yaradır. Burada səliqəli şəkildə düzəldilmiş söhbətgah yerləşir. İstər səhər çayını içmək, istər axşam ailə ilə dincəlmək üçün olduqca rahat məkandır. Daha sonra bağ hissəsinə keçirik. Yol dəhlizi bağı 2 hissəyə, sol və sağ tərəfə ayırır. Sağ hissədə tikilmiş ayrıca bağlı söhbətgah var. Burada ailə üzvləri və dostlarla xoş vaxt keçirmək üçün ideal şərait yaradılıb. Bağın ümumi görünüşü isə tam fərqli bir ab-hava yaradır. Hər tərəfdə heyvan və quş fiqurları, müxtəlif dekorativ heykəllər yerləşdirilib. Bu da əraziyə xüsusi bəzək və pozitiv enerji qatır. Bağda həmçinin çoxlu meyvə və dekorativ ağaclar görmək mümkündür. Bağın sonunda yerləşən oturacaqda isə təbiətin səsini dinləyərək istirahət etmək üçün gözəl bir güşə yaradılıb. Söhbətgahın üst hissəsi minarəvari bəzəklərlə işlənib, tavan hissəsində isə aypara simvolu yerləşir. Bu elementlər birlikdə klassik şərq memarlığın xatırladan gözəl bir dizayn effekti yaradır. İrəlilədikcə hündür ağlay daşla üzlənmiş 3 mərtəbəli ev görünür. Zərif memarlıq xəttləri, dairəvi balkon və simmetrik pəncərələr tikintinin həm gücünü, həm də zövqünü əks etdirir. İndi isə evin daxilinə keçid edək.